Kanal mı? Söz dinle. Kanal mı? Kanal mı? Tertemiz söz. Allah Rəşad Dağlan qapısını açsın. Bu toy bir 10 il bundan qabaq olub Mollabada. Zaminin toyu festivalni olsun. Bilənlər bilir nədən söhbət edirəm. Orada Nicat Zapalni, Amalni, Kanalni sözlər deyir. Rəşad dedi ki, bu nə sözlər deyirsən? Belə bir söz yoxdur. Sözləri burma spiralni olsun. Vay qaqaş, mən demək istədiyim də tam bu idi. Əlbəttə onlar imtahan verməyə gəliblər. Onlar söz satandı, biz də söz alan. Deməkdə məqsədim odur ki, biz hər sözü almırıq. Hər malı almırıq. Sən satırsansa düz söz sat yine. Bu toy olan ərəfələrdə hələ o rəndə mişar, nə bilim səndə məndə, tüstürə xuda, hoppa, moppa yox idi. Tərtəmiz söz deyirlər. Nöqsan olar, mümkündür. İnsan olan yerdə nöqsan da olmalıdır. Amma ölçüsünə, dərəcəsinə baxır da. Mənim məqsədim budur ki, bunu bilən var, anlayan var. Necə deyərlər, elə deyil. Sən elə hər nə gəldi deyirsən, mən də qəbul etməliyəm, söhbəti yoxdur. Biz xiridarıq. Söz deyirsənsə təmiz söz dinən. Rədifə mənaya oturmayan sözləri biz alan xiridarlardan deyilik. Onu titrə xudaya qulaq asan nasın deyərsiniz. Mənim məqsədim budur.